Lao Tzu, Dao De Zin, Yol və Mərifət kitabı. Daosizm ənənəvi Çin dini fəlsəfi təlimidir. Onun adı praktik olmasından xəbər verir. Daosizm yol haqqında təlimdir. Yol onun üzərində yeriməyi, yəni praktika tələb edir. Əlbəttə, Dao anlayışı Dao nəzəriyyəçilərin kəşfi deyil. Çünki konfutsiyçilər, legistlər, moistlər, hətta buddistlərin bir hissəsi bizim həqiqət adlandırdığımız anlayışı bu sözlə ifadə etmişlər. Həqiqət axtarışı ifadəsinin Çin dilində analogu Daonu axtarmaq söz birləşməsidir. Lakin bizim həqiqətimizdən fərqli olaraq Dao təkcə ontoloji reallıq, məişət və mövcud olan demək deyil. Daonun axtarışı yalnız mövcud olanın axtarışı deyil. O, həm də metod axtarışı və axtarış metodudur. Təsadüfi deyil ki, bu sözün ilkin mənası yoldur. Tianjin şəhərində olsaz, görəcəksiniz ki, orada küçələr standart S kəlməsi ilə yox, məhz Dao kəlməsi ilə işarələnib. Dao praktik və pragmatikdir. O, təkcə həqiqətin özü deyil, həm də onun axtarışıdır. Həqiqəti tapmağa kömək olacaq üsuldur. 1. Sözlərlə ifadə edilən Dao, daimi Dao deyil. Sözlə ifadə edilən ad, daimi ad deyil. Adı olmayan yerin və göyün başlanğıcıdır. Hər şeyin anası onun adıdır. Ona görə də bütün ehtiraslardan azad olan kəs möhtəşəm sirdən, yəni Daodan agah olur. O kəs ki ehtiraslara sahibdir, onun yalnız son halını görür. Hər ikisinin başlanğıcı eynidir, lakin adları fərqlidir. Birlikdə onları nəhayətsiz adlandırırlar. Birindən digərinə keçid, bütün möhtəşəmliyə qapı açmaq deməkdir. 2. Yerdə gözəlin gözəl olduğunu anlayanda eybəcərlik meydana çıxır. Hər kəs yaxşının yaxşı olduğunu biləndə ortaya pis çıxır. Ona görə varlıq və yoxluq bir-birini yaradır. Çətinlik və asanlıq bir-birini əmələ gətirir. Uzun və qısa bir-biri ilə əlaqəlidir. Hündür və alçaq qarşılıqlı olaraq müəyyənləşir. Səslər harmonik şəkildə birləşir. Əvvəlki və sonraki bir-birini izləyir. Bu səbəbdən müdrik adam iş görərkən fəaliyyətsiz olmağa üstünlük verir. Öyrənərkən sözlərdən istifadə etmir. Nəsnələrin dəyişməli olduğunu bildirir. Amma özü bu prosesdə iştirak etmir. Yaradır, amma yaratdıqlarına sahib deyil. Hərəkətdədir, lakin bunun üçün güc sərf etmir. Bir işi uğurla başa çatdırdıqda lovğalanmır. Lovğalanmadığı üçün onun xidmətləri inkar edilə bilməz. 3. Müdriklərə pərəstiş edilməsə mübahisələr yaranmaz. Nadir əşyalar qiymətləndirilməsə xalq arasında uğurluq olmaz. Qısqanclığa səbəb ola biləcək nəsnələri göstərmədikcə insanlar rahat yaşayacaqlar. Ona görə də ölkəni idarə edən müdrik başçı öz təbəələrinin ürəklərinin boş, mədələrinin dolu olmasını təmin edir. Onun idarəsi xalqın iradəsini zəiflədir, sümüklərini bərkidir. Çalışır ki, xalq təhsil almasın, qazandığı bilikləri isə heç nəyə tətbiq edə bilməsin. Fəaliyyətsizlik həmişə sakitlik gətirir. 4. Dao boşdur, lakin istifadə olunduqca tükənmir. Necə də dərindir. Sanki hər şeyin ulu babası odur. Əgər onun fərasəti azalsa, xaotiklikdən azad olsa, parıltılı sönsə, tozcuğa dönsə, aydın mövcud nəsnəyə bənzəyəcək. Kimin övladıdır, bilmirəm. Bildiyim odur ki, o səma sahibinin sələfidir. 5. Səma və yer insanları sevmir. Bütün canlılara istədikləri kimi yaşamaq imkanı verirlər. Müdrik insan insanları sevmir. O, xalqa istədikləri kimi yaşamaq imkanı verir. Məgər göy və yer arasındakı fəza dəmirçi kürəçinə bənzəmir? Nə qədər çox boşluq olarsa, fəaliyyət müddəti o qədər uzun olar. Hərəkət nə qədər qüvvətli olarsa, o qədər çox çıxar. Çox danışan tez-tez uğursuzluğa düçar olur. Ona görə həddi aşmamaq lazımdır. 6. Gözə görünməzin çevrilişi sonsuzdur. Dao yaranışın ən dərinliyində olan qapısıdır. Yaranışın ən dərin qapısı göy və yerin köküdür. O, sonu olmayan ip kimi əbədidir. Onun fəaliyyətinin hüdudu yoxdur.
Göydə, yerdə daimidir. Çünki onlar özləri üçün mövcud deyillər. Buna görə həmişə yaşardırlar. Buna görə də müdrik başqalarını özündən qabaq düşünür. Belə olduqda özü həmişə öndə olur. O öz həyatına etinasız yanaşır. Bununla da onun həyatı qorunur. Bu, onun şəxsi maraqlarını arxa planda qoyduğu üçün baş verir. Əksinə, o öz şəxsi maraqları çərçivəsində fəaliyyət göstərir. 8. Ali yaxşılıq su kimidir. Su bütün canlılara fayda verir və onlarla mübarizə aparmır. O, insanların olmaq istəmədiyi yerdədir. Ona görə də su Daoya bənzəyir. Su kimi üstünlüklərə malik olan adam yerə yaxın bir ərazidə məskunlaşmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır. İnsanlara mehriban münasibət göstərməlidir. Sözləri səmimi olmalıdır. Ölkənin idarəsi zamanı məntiqli davranmalıdır. Öz imkanları çərçivəsində olan işlə məşğul olmalıdır. Fəaliyyət zamanı vaxtı nəzərə almalıdır. Çünki o suya bənzəyir. Nəsnələrlə mübarizə etmir, səhvə yol vermir. Stəkanı daşdırmaqdansa qoyun boş qalsın. Əgər iti əşyadan istifadə etsəz itiliyini itirəcək. Əgər zal, qızıl və zümrüdlə dolu olarsa, heç kim onları qoruya bilməz. Əgər varlı və tanınmış ailələr lovğalansalar, bəla ilə qarşılaşarlar. İnsan işini uğurla tamamladıktan sonra aradan çəkilməlidir. Səma Daosunun qanunu budur. 10. Vəhdətdə olan ruhu və bədəni qorumaq olarmı? Əgər ruhumuz yumşalsa, yeni doğulan körpə kimi olacağıq mı? Əgər düşüncələrimiz şəffaflaşsa, yanıla bilərikmi? Müdrik olmadan xalqı sevmək və ölkəni idarə etmək mümkündürmü? Yumşaq olsaq, təbiəti dəyişə bilərikmi? Təbiətdəki bütün qarşılıqlı əlaqələri dərk etdikdən sonra fəaliyyətsizlik mümkündürmü? Canlıları yaratmaq və tərbiyə etmək, yaratmaq ancaq yaratdığına sahib olmamaq, hərəkətə gətirmək, lakin bunun üçün güc sərf etməmək, idarə etməmək, lakin özünü hökmdar saymamaq, bütün bunlar nəhayətsizdir adlanır. 11. Çarx ətrafında 30 mil dövr edərək təkər əmələ gətirir. Bu təkərdən istifadə millər arasındakı boşluqdan asılıdır. Gildən qablar düzəldilir, ancaq bu qablardan istifadə onun içindəki boşluqdan asılıdır. Ev tikmək üçün qapı və pəncərələr qoyulur, ancaq bu evdən istifadə oradakı boşluqdan asılıdır. Buna görə də əşyanın faydası onun boşluğu ilə ölçülür. 12. 5 rəng gözləri zəiflədir. 5 səs qulağı zəiflədir. 5 dad bilməni zəiflədir. Sürət və ovçuluq ürəyi riqqətə gətirir. Dəyərli əşyalar insanları uğurluğa əl atmağa vadar edir. Bu səbəbdən müdrik insan gözəl əşyalara sahib olmağa yox, tox həyat yaşamağa can atır. O, birincidən əl çəkir, ikinci ilə kifayətlənir. 13. Şöhrət və rüsvayçılıq qorxuya bənzəyir. Şöhrət həyatdakı ən böyük bədbəxtlikdir. Şöhrət və rüsvayçılığın qorxuya bənzəməsi nə deməkdir? O deməkdir ki, aşağı təbəqənin nümayəndələri qorxaraq şöhrət qazanır və yenə də qorxaraq onu itirirlər. Buna görə də şöhrət və rüsvayçılığın qorxuya bənzədiyini deyirik. Şöhrətin həyatda ən böyük bədbəxtlik olması nə deməkdir? O deməkdir ki, mən bədbəxtəm, çünki özümü dəyərləndirirəm. Özümü dəyərləndirməsəm bədbəxtlik də olmaz. Ona görə də məşhur adam ona tabe olanlara xidmət etdiyi müddətdə onlar arasında yaşaya bilər. 14. Ona baxıram, lakin onu görmürəm. Ona görə də onu gözə görünməz adlandırıram. Ona qulaq asıram, lakin onu eşitmirəm. Ona görə onu eşidilməz adlandırıram. Onu tutmaq istəyirəm, lakin cəhdim boşa çıxır. Ona görə də onu xırda adlandırıram. Onun mənbəyini öyrənmək lazım deyil, çünki o bütövdür. Onun üstü işıqlandırılmayıb, aşağısı qaralmayıb. O sonsuzdur, adlandırıla bilməz. O yenidən qeyri-mövcudluğa qayıdır. Onu formasız forma, bütün canlıların nümunəsi adlandırırlar. Ona görə də bəzən onu qeyri-aydın və dumanlı adlandırırlar. Onlar qarşılaşanda özünü görmürəm, ardıca gedirəm, lakin kürəyini görmürəm. Mövcud cisimlərə sahib olmaq üçün qədim Daonu izləyərkən ən qədim başlanğıcı tapmaq olar. Bu, Dao prinsipi adlanır.
15. Qədim zamanlarda elm öyrənə bilən şəxslər ən xırda və incə məsələlərdən agah idilər. Bu biliklərin dərinliyi başqalarına məlum deyildi. Bu dərinliyi bilməyənlər üçün onu izah eləməyə çalışacağam. Elə qərarsızdırlar ki, sanki qış vaxtı çay keçirlər. Elə qeyri-əmin idilər ki, sanki öz qonşularından qorxurdular. Onlar qonaq kimi arzu olunandır. Elə ehtiyatlı idilər ki, sanki əriyən buzun üstündə gəzirdilər. Onlar yonulmamış ağac kimi sadə idilər. Onlar dərə kimi uçsuz-bucaqsızdırlar. Onlar bulanıq su kimi idilər. Onlar sakitliyə riayət edərək kirlini təmizləyə bildilər. Onlar daima hərəkətdə olaraq əbədi rahatlığı təmin edə bildilər. Onlar Daoya sadiq qalırdılar. Daha artığını istəmirdilər. Daha çoxunu istəmədikləri üçün mövcud olanlarla kifayətlənirdilər və yenisini yaratmırdılar. 16. Ürək soyuqqanlı olmalıdır. Sakitliyi qorumalıyıq. Belə olduqda hər şey öz-özünə dəyişəcək. Biz sadəcə bu çevrilməni izləyəcəyik. Dünyada nəsnələrin saysız-hesabsız növləri var. Onların hamısı öz ilkin halına geri qayıdır. Əvvələ qayıtmaq əbədi rahatlıq deməkdir. İlkin halına qayıtmaq əbədilik adlanır. Bilik aydınlıq deməkdir. Biliksiz olmaq isə nizamsızlığa və şərə səbəb olur. Bilikli kəs daima özünü təkmilləşdirir. Mükəmməl olan kəs ədalətli olur. Ədalətli olan kəs hökmdar olur. Hökmdar olan kəs göyləri izləyir. Göyləri izləyən kəs Daonu izləyir. Daonu izləyən kəs əbədidir və həyatının sonuna qədər təhlükəsizlikdə olar. 17. Ən yaxşı hökmdar o kəsdir ki, xalq onun yalnız mövcud olması barədə məlumata sahibdir. Xalqdan onun sevməsini və tərifləməsini tələb edən hökmdar çox pisdir. Belə hökmdarlardan daha betəri xalqın qorxduğu hökmdarlardır. Xalqın nifrət etdiyi hökmdar isə daha pisdir. Xalqa etibar etməyən hökmdara heç kim etibar etmir. Ağıllı hökmdar sözlərinə diqqət edirsə, işlərini uğurla həll edər. Xalq isə bunları özünün etdiyini düşünər. 18. Böyük Daonu aradan qaldıranda insanları sevmək və ədalət yarandı. Müdriklik yarananda ikiyüzlülük meydana çıxdı. 6 qohum mübahisə edəndə oğul hörməti və ata məhəbbəti yarandı. Dövlət qaydasında olmayanda sadiq qullar yaranır. 6 qohum, ata və ana, böyük və kiçik qardaş, ər və arvad. Sadiq qullar isə sədaqətli və vicdanlı dövlət xadimləri mənasındadır. 19. Müdriklik və alimlik aradan qaldırılsa, xalq 100 qat daha xoşbəxt olar. İnsan sevgisi və ədalət aradan qaldırılsa, xalq oğul hörmətini və ata sevgisi hisslərini yerə qaytarar. Hiylə və zor məhv edilərsə, oğru və cinayətkarlar yox olar. Bu mənfi xüsusiyyətlər bilik çatışmazlığından yaranır. Ona görə də insanlara yol göstərməli, onların təvazökar olmalarını, şəxsi mənafeylərini güdməmələrini və ehtiraslardan azad olmalarını bildirmək lazımdır. 20. Alimlik məhv edilən zaman kədər də yox olacaq. Vəd və yaltaqlıq arasında fərq necə az, xeyir və şər arasındakı fərq isə necə böyükdür. İnsanların çəkindiyi hər şeydən qaçmaq lazımdır. Hələ də nizama salınmayan dünya necə xaotikdir. Bütün insanlar xoşbəxtdirlər. Sanki yazın gəlişi münasibəti ilə keçirilən bayramda iştirak edirlər. Sadəcə mən sakitəm və özümü nümayiş etdirmirəm. Mən dünyaya gəlməyən uşaq kimiyəm. Mən uçuram, sanki dayana biləcəyim yer yoxdur. Bütün insanların ürəklərində arzu var. Mən isə hər şeydən imtina etmişəm. Mən axmaq insanın ürəyiyəm. O necə də boşdur. Bütün insanlar işıq doludur. Mən isə qaranlığa qərq olmuş adam kimiyəm. İnsanlar nə iləsə maraqlanır, mən isə hər şeyə biganəyəm. Mən səmada uçan və enməyə yer tapa bilməyən biriyəm. Bütün insanlar müəyyən qabiliyyətə sahibdir. Mən isə bir iş gəlməyən axmaq birinə bənzəyirəm. Məni digərlərindən fərqləndirən cəhətlərdən biri, məni yeməyin fikrini çəkməyimdir. 21. Böyük dinin mahiyyəti yalnız Dao tabedir. Dao cisimsizdir. Dao dumanlı və qeyri-aydındır. Ancaq bu duman arasında müəyyən obrazlar görünür.
O dərin və qaranlıqdır. Lakin bu dərinlikdə xırda hissəciklər var. Onlar həqiqi və gerçəkdir. Qədim zamanlardan bəri onun adı unudulmur. Onu izləyərək nəsnələrin mahiyyətini öyrənmək olar. Bütün nəsnələrin mənbəyini necə öyrənmək olar? Yalnız onu izləyərək. 22. Qədim zamanlarda deyərdilər, zədəli mükəmmələ çevrilir. Əyri düzə, boş dolur, köhnə təzələnir. Az istəyirsən, çox əldə edirsən. Çox istəsən, azdan da qalırsan. Müdrik adam bu sözlərə qulaq asır, çünki o göylərə sadiq qalmalıdır. Müdrik adam ancaq öz gördüyünə əsaslanmır. Ona görə daha aydın görür, yalnız özünü doğru hesab etmir. Ona görə həqiqəti görür. Lovğalanmır, ona görə də digərləri onu qiymətləndirir. O heç nə ilə mübahisə etmir, ona görə də yerdə məğlub edilməzdir. Zədəli mükəmmələ çevrilir cümləsi məgər əhəmiyyətsizdir. Onlar mükəmməlliyə aparan yolu göstərir. 23. Az danışmaq, təbii olmaq lazımdır. Güclü külək bütün səhər boyu əsmir. Leysan bütün gün yağmır. Bunları kim yaradır? Göy və yer. Hətta göy və yer daimi heç nə yarada bilmirsə, insan necə yaratsın? Ona görə də o Daoya xidmət edir. Daoya xidmət edən şəxs Daoya bənzəyir. Kim Deyə xidmət edirsə, Deyə bənzəyir. Ona görə də o Daoya xidmət edir. İtirən şəxs itirdiyini oxşayır. Daoya bənzəyən kəs Daonu əldə edir. Deyə bənzəyən kəs Deyini əldə edir. İtirdiyinə bənzəyən kəs itirdiyini əldə edir. Şübhə inamsızlıq yaradır. 24. Barmaqlarının ucunda dayanan adam həmişə belə qala bilməz. Böyük addımlar atan adam çox gedə bilməz. Özünü göstərən adam parlaya bilməz. Özünü tərifləyən kəs şöhrət qazana bilməz. Hücum edən uğur qazanmaz. Özünü ucaldan şəxs digərlərindən fərqlənə bilməz. Bütün bunlar Daoda lazımsız arzular adlanır. Belələrini heç kim sevmir. Ona görə də Daoya sahib olan adam bunlara yol vermir. 25. Göydən və yerdən əvvəl yaranan bir şey var. O necə də səssiz və formasızdır. Tənha və dəyişməzdir. Hər yerdədir, hüdudsuzdur. Onu yerdəkilərin anası da adlandırmaq olar. Onun adını bilmirəm. Onu Dao adlandıracam. Bəzən ona möhtəşəm də deyəcəm. Möhtəşəm daima hərəkətdədir. O heç vaxt sərhədə çatmır. Çata bilmədiyi üçün geri qayıdır. 26. Çətin asanın təməlidir. Hərəkətdə əsas olan sakitlikdir. Ona görə də müdrik adam bütün gün boyu yerisə belə ağır yüklü arabasından uzaqlaşmır. O yaxşı yaşasa da həmin həyatın təsirinə düşmür. Niyə minlərlə araba sahibi olan şəxs dünyaya belə biganə yanaşır? Biganəlik onun təməlini dağıdır. Tələskənlik isə hakimiyyətin itirilməsinə səbəb olur. 27. Addımlamağı bacaran özündən sonra iz qoymur. Danışmağı bacaran səhv etmir. Hesablamağı bacaran hesab alətlərindən istifadə etmir. Qapıları bağlaya bilən kəsə cəftə lazım deyil. O, qapını elə bağlayacaq ki, onu açmaq mümkün olmayacaq. Düyün bağlaya bilən kəsə ip lazım deyil. O, elə düyün vuracaq ki, onu açmaq mümkün olmayacaq. Ona görə də müdrik adam daima insanları xilas edir və onları tərk etmir. O, varlıqları xilas etməyi bacardığı üçün onları tərk etmir. Bu, dərin müdriklik adlanır. Beləliklə, yaxşılıq pislərin müəllimidir. Onun təməli isə pislərdir. Əgər pis insanlar öz müəllimlərini qiymətləndirməsələr, xilaskarlar isə öz təməllərini sevməsələr, deməli onlar kördürlər. Bu daha mühümdür. 28. Öz üstünlüyünü dərk edən və bununla belə təvazökar davranan kəs dağ çayı kimi ölkənin başçısına çevrilir. Ölkədə əsas olan şəxs əbədi dini tərk etmir və körpəliyinə qayıdır. Təntənənin nə olduğunu bilən kəs özünü sadə aparırsa, əbədi deyə sadiq qalır və başlanğıca qayıdır. Şöhrətin nə olduğunu bilən kəs tanımamağa çalışırsa, ölkədə əsas adama çevrilər. Ölkədə əsas adam əbədi dedə mükəmməlliyə çatır və təbiiliyə qayıdır. Təbiilik olmayanda o vasitəyə çevrilir. Müdrik adam bu vasitənin köməyi ilə rəhbərə çevrilir və ali nizam pozulmur. 29. Görürəm ki, güc hesabına ölkəni ələ keçirməyə çalışan kəs məqsədinə çatmır.
Ölkə sirli qab kimidir, ona toxunmaq olmaz. Kimsə ona toxunarsa uğursuzluğa düşər olar. Kimsə onu ələ keçirərsə onu itirər. Ona görə də bəziləri addımlayır, digərləri onları izləyir. Bəziləri çiçəklənir, digərləri solur. Bəziləri güclənir, digərləri zəifləyir. Bəziləri düzəlir, digərləri məhv olur. Bu səbəblə müdrik adam artıq nemətlərdən əl çəkir, israfa yol vermir. 30. DAO vasitəsilə xalqa rəhbərlik edən kəs digər ölkələri hərbi əməliyyatlar vasitəsilə ələ keçirmir. Çünki bu prosesin onun əksinə yönələ biləcəyindən agahdır. Ordunun keçdiyi yerdə tikanlar bitir. Böyük müharibələr aclıq illərinə səbəb olur. Bacarıqlı rəhbər qələbə qazandıqdan sonra dayanır. O zorakılığa yol vermir. O qələbə qazanır, lakin lovğalanmır. O qalib gəlir, lakin təhdid etmir. O qalibdir, lakin özünü digərlərindən üstün tutmur. O məhkum olduğu üçün qalib gəlir. O qalib gəlir, lakin hərb onun sahəsi deyil. Qüvvətli canlı qocalırsa demək DAO-dan məhrumdur. DAO-nu izləməyən kəs vaxtından əvvəl ölür. 31. Güclü ordu bədbəxtlik vasitəsidir. Bütün canlılar ona nifrət edir. Ona görə də DAO-ya sadiq adam ondan istifadə etmir. Alicənab hökmdar sülh dövründə qonşu ölkələrə güzəştə gedir. O, yalnız müharibə zamanı zorakılığa yol verir. Ordu bədbəxtlik gətirən vasitədir. Ona görə də Nəcib hökmdar ondan istifadəyə can atmır. Yalnız məcbur olduğu zaman ordunu köməyə çağırır. Əsas vəzifəsi dincliyi qorumaqdır. Qalib gələrsə lovğalanmaz. Qələbə münasibəti ilə özünü ucaltmaq insanların ölümünə sevinmək deməkdir. İnsanların ölümünə sevinən kəs mərhəmət görməz. Firavanlıq hörmətdən, bədbəxtlik isə zorakılıqdan yaranır. Cinahlarda hərbi rəislər solda, qoşun başçısı isə sağda dayanıb. Deyilənə görə onları yas mərasimi ilə qarşılamaq lazımdır. Əgər çoxlu sayda insan öldürülübsə, onların yasını tutmaq lazımdır. Qələbəni yas mərasimi ilə qeyd etmək lazımdır. 32. DAO əbədidir, adsızdır. Bir heç olsa da dünyada heç kim onu özünə tabe edə bilməz. Hökümdarlar onu tanısa və ona əməl etsələr, dünyadakı bütün canlılar dinç şəraitdə yaşayar. Göy və yer harmonik şəkildə uzlaşar. Xoşbəxtlik və əminamanlıq hökm sürər. Millət isə sakit həyat yaşayar. Nizam yaratmaq üçün adlar verildi. Adlar yarandığı üçün onların işlədilməsinin hüdudunu bilmək lazımdır. Bu hüdudu bilmək bizi təhlükədən qoruyar. Dünyada DAO hökm sürəndə dağ çaylarının dənizə axdığı kimi hər bir canlı DAO-ya axır. 33. İnsanları tanıyan kəs ağıllıdır. Özünü tanıyan kəs aydınlanıb. İnsanlara qalib gələn güclüdür. Özünə qalib gələn kəs qüdrətlidir. Əlindəkilər ilə kifayətlənən kəs zəngindir. İnadla hədəfinə doğru hərəkət edən kəs iradəlidir. Özünə sadiq qalan kəs əbədidir. Ölsə belə unudulmayan kəs ölümsüzdür. 34. Əzəmətli DAO hər tərəfə yayılır. O həm sağda, həm solda ola bilər. Dünyadakı bütün varlıqlar onun hesabına mövcuddurlar. O qəhrəmanlıq edir, lakin şöhrət arzusunda deyil. Bütün varlıqları sevgi ilə tərbiyə edir. Bununla belə özünü onun ağası hesab etmir. Heç vaxt öz arzusu olmur, ona görə də onun əhəmiyyətsiz olduğunu deyə bilərik. Bütün canlılar ona qayıdır, lakin özünü onların sahibi olaraq görmür. Onu ulu adlandırmaq olar. Ulu olsa da özü haqqında heç vaxt belə düşünmür. 35. Xalq möhtəşəm DAO obrazını təmsil edən şəxsə yaxınlaşır. İnsanlar onun yanına gəlir, ancaq onlar heç bir zərər görmürlər. Onlar sülh, əminamanlıq, musiqi və qida gətirirlər. Səyahətçilər belə onun yanında ayaq saxlayırlar. DAO ağızdan çıxanda dadsız olur. Gözə görünmür, eşidilmir, daima hərəkətdədir. 36. Nəyisə sıxmaq üçün onu əvvəlcə genişləndirmək lazımdır. Nəyisə zəiflətmək üçün onu əvvəlcə bərkitmək lazımdır. Nəyisə məhv etmək üçün əvvəlcə onun çiçəklənməsinə şərait yaratmaq lazımdır. Kimdənsə nəyisə almaq üçün əvvəlcə həmin nəsnəni ona vermək lazımdır. Bu dərin həqiqət adlanır.
Yumşaq və zəif olan, bərk və güclü olanı məğlub edir. Balıq dərinliyi tərk edə bilməz. Dövlət öz mükəmməl idarə metodlarını xalqa nümayiş etdirməməlidir. 37. Dao heç vaxt fəaliyyətdə deyil. Bununla belə onun etmədiyi heç nə yoxdur. Əgər əyanlar və hökümdarlar ona əməl etsələr, bütün canlılar öz-özlərinə dəyişəcəklər. Əgər dəyişənlər fəaliyyət göstərmək istəsələr, mən adı olmayan adi mövcudluq ilə onların qarşısını alacağam. Adı olmayan adi mövcudluq özü üçün heç nə arzulamır. Arzuların yoxluğu sakitlik yaradır. O zaman ölkədə əminamanlıq bərqərar olacaq. 38. Ali deyə sahib adam yaxşı işlər görməyə can atmır. Ona görə də xeyirxahdır. Aşağı deyə sahib adam həmişə yaxşı işlər görməyə can atır. Ona görə də xeyirxah deyil. Aşağı deyə sahib kəs fəaliyyətdədir, qətiyyətlidir. İnsanları sevmək qabiliyyətinə malik kəs sükutda olaraq fəaliyyət göstərir. Ali ədalət hissinə malik kəs fəaliyyətdədir, qətiyyətlidir. Hər şeydə müəyyən rituala əməl edən kəs fəaliyyəti zamanı qarşılıq gözləyir. Qarşılıq görmədikdə cəza tətbiq edir. Məhz buna görə də Daonu insan sevgisi dini, ədalət insan sevgisini, ritual ədaləti itirəndən sonra meydana çıxır. Ritual sədaqət və etimadın yoxa çıxmasına işarədir. Xarici görünüş Daonun çiçəyidir, kobudluğun başlanğıcıdır. Ona görə də müdrik adam yalnız mühüm olanı götürür. O meyvəni dərir, çiçəyini kənara atır. O meyvəyə üstünlük verir, çiçəkdən imtina edir. 39. Əzəldən bəri vəhdət şəklində mövcud olanlar var. Bu vəhdət hesabına səma aydın, yer möhkəm, ruh ayıqdır, vadilər çiçəklənir və bütün varlıqlar yenidən doğulur. Əyanlar və hökümdarlar bu vəhdət hesabına nümunəyə çevrilirlər. Vəhdəti təşkil edən budur. Səma aydın deyilsə dağılacaq, yer möhkəm deyilsə parçalanacaq, ruh ayıq deyilsə yox olacaq. Vadilərdə çiçək açmasa səhraya çevriləcək. Nəsnələr doğulmasalar yox olarlar. Əyanlar və hökümdarlar alicənablıq nümunəsi olmasalar devrilərlər. Adi insanlar əyanların təməlidir. Alçaq olan ali olanın təməlidir. Bu səbəblə əyanlar və hökümdarlar özlərini tənha, kimsəsiz, bədbəxt adlandırırlar. Bu ondan irəli gəlir ki, həmin əyanlar digər insanları öz təməlləri olaraq görmürlər. Seçdikləri bu yol yanlışdır. Arabanı söksəz ondan əsər əlamət qalmayacaq. Özünü daşqaş kimi dəyərli hesab etmək lazım deyil. Daş kimi sadə olmaq lazımdır. 40. Əksi olana çevrilmə Daonun təsiridir. Zəiflik Daonun xüsusiyyətidir. Dünyadakı bütün nəsnələr həyat hesabına mövcuddur. Mövcudluq isə yoxluqdan doğulur. 41. Yüksək bilikli adam Daonun mövcudluğundan agah olan kimi onu həyata keçirməyə çalışır. Orta bilikli adam Daonun mövcudluğundan agah olan kimi ona gah riayət edir, gah Daonu pozur. Aşağı bilikli adam Daonun mövcudluğundan agah olan kimi onu ələ salmağa başlayır. O ələ salınmasaydı Dao olmazdı. Ona görə də belə bir deyim var. Daonu öyrənən kəs qaranlığa bənzəyir. Daonu dərk edən qaçan birinə bənzəyir. Daonun zirvəsində olan kəs yolunu itirən birinə bənzəyir. Cömərd insan sadə birinə bənzəyir. Dərrakəli insan ələ salınan birinə bənzəyir. Hədsiz səxavət çatışmazlığa bənzəyir. Yaxşılığın yayılması oğurluğa bənzəyir. Əsl həqiqət onun yoxluğuna bənzəyir. Böyük kvadratın küncləri yoxdur. Böyük saxsı qab uzun müddət hazırlanır. Yüksək səs eşidilmir, ali obrazın forması yoxdur. Dao bizdə gizlidir və onun adı yoxdur. Bununla belə bütün canlıların mükəmməl olmasına yalnız o kömək ola bilər. 42. Dao bir yaradır, bir ikincini yaradır, ikisi üçüncünü yaradır. Üçü isə bütün canlıları yaradır. Bütün canlılar in və yan daşıyıcılardır. Onlar tisi ilə doludurlar və harmoniya yaradırlar. İnsanlar tənha, kimsəsiz, bədbəxt adlandırılmağı sevmirlər. Hunlar və vanlar isə özlərini məhz belə adlandırırlar. Ona görə də alçaldılan nəsnələr ucalır. Ucaldılan nəsnələr isə alçalır. İnsanlara nəyi öyrədirlərsə, mən də onları öyrədirəm. Güclü və qəddar insanlar öz ölümləri ilə ölmürlər.
Dərslərimdə rəhbər tutduğum fikir budur. 43. Yerdə ən zəiflər ən güclülərə qalib gəlirlər. Yoxluq hər yerə nüfuz edir. Məhz buna görə fəaliyyətsizliyin faydalarından xəbərim var. Yerdə çox az hallarda kimsə fəaliyyətsizliyin sözlərlə ifadə edilə bilməyən dərsini öyrənə bilir. 44. Hansı daha yaxındır, şöhrət yoxsa həyat? Hansı daha qiymətlidir, həyat yoxsa var-dövlət? Hansı daha ağırdır, əldə etmək yoxsa itirmək? Nə qədər çox yığsan, o qədər çox itirərsən. Həddini bilən kəs çətin vəziyyətə düşməz. Hüdudları bilən kəs təhlükə ilə qarşılaşmaz. Həmin adam uzun illər yaşaya bilər. 45. Ali mükəmməllik qeyri-mükəmmələ bənzəyir. Lakin onun fəaliyyəti pozula bilməz. Ali dolu boşluğa bənzəyir. Ancaq onun əməlləri tükənməzdir. Ali düz əriyə bənzəyir. Ali fərasət axmaqlığa bənzəyir. Möhtəşəm natiq şəkələyən birinə bənzəyir. Yeriyərək soyuğa qalib gəlmək olar. Dincələrək istini məğlub etmək olar. Sakitlik dünyada nizamın yaranmasına səbəb olur. 46. Ölkədə Dao mövcud olanda atlar yeri peynlə gübrələyər. Ölkədə Dao mövcud olmasa atlar ətraf ərazilərdə otlayar. Öz ehtirasının sərhədlərini bilməməkdən daha böyük bədbəxtlik yoxdur. Var dövlət əldə etmək istəyindən daha təhlükəli heç nə yoxdur. Ona görə də əlindəkiləri ilə kifayətlənməyi bacaran kəs həyatdan məmnundur. 47. Həyətdən çıxmadan dünyanı öyrənmək olar. Pəncərədən baxmadan Daonu görmək mümkündür. Nə qədər uzağa getsəz, o qədər az bilik qazanarsınız. Ona görə də müdrik adam heç yerə getmir. Ancaq hər yeri dərk edir. Nəsnələri görmədən onların mahiyyətini anlayır. Əziyyət çəkmədən uğur əldə edir. 48. Öyrənən adam öz biliyini günbəgün artırır. Daoya xidmət edən kəs arzularını günbəgün azaldır. Fasiləsiz olaraq kiçilən insan fəaliyyətsizlik dərəcəsinə çatır. Fəaliyyətsizliyin etmədiyi heç bir şey yoxdur. Bu səbəblə səma altı sükut vəziyyətində dərk olunur. Daima fəaliyyətdə olan kəs səma altını dərk edə bilməz. 49. Müdrik adamın daimi ürəyi yoxdur. Onun ürəyi millətlərin ürəyindən ibarətdir. Yaxşı insanlara yaxşılıq edirəm. Pis insanlara da yaxşılıq edirəm. Beləliklə ləyaqət tərbiyə olunur. Səmimi insanlara inanıram. Qeyri-səmimi insanlara da inanıram. Beləliklə səmimilik tərbiyə olunur. Müdrik adam dünyada sakit yaşayır və öz qəlbində xalqın fikirlərini toplayır. O, xalqa öz övladı kimi baxır. 50. Canlılar doğulur və ölür. 10 insanın 3-ü həyata, 3-ü ölümə doğru addımlayır. Digər 3-ü öz əməlləri ucbatından ölür. Bunlar niyə bu cür baş verir? Səbəb odur ki, onların həyata meyilləri çox yüksəkdir. Eşitmişəm ki, həyata sahib olan kəs torpaq üzərində gəzərkən kərgədan və pələngdən qorxmur. Müharibə zamanı silahlı əskərlərdən çəkinmir. Kərgədan buynuzunu ona batıra bilmir. Pələng onu parçalamır. Əskərlər onu qılınclarla yaralaya bilmirlər. Səbəb nədir? Səbəb odur ki, onlar üçün ölüm mövcud deyil. 51. Dao nəsnələri doğur. D onları qidalandırır. Cisimlər forma qəbul edir. Formalar tamamlanır. Ona görə də Daoya hörmət bəsləməyən və D-ni qiymətləndirməyən cisim yoxdur. Dao hörmətlidir. D qiymətlidir. Çünki onlar heç bir əmrlər vermirlər, təbiidirlər. Dao nəsnələri yaradır. D onları qidalandırır. Böyüdür, tərbiyə edir, mükəmməlləşdirir, onların qayğısına qalır. D onları dəstəkləyir. Yaratmaq ancaq mənimsəməmək, yaratmaq və özünü tərifləməmək, əmr etməmək, bütün bunlar dərin D adlanır. 52. Səma altı başlanğıca sahibdir. Həmin başlanğıc səma altının anasıdır. Həmin ana dərk edilərsə, onun övladlarını da öyrənmək olar. Onun övladları artıq məlumdursa, mütləq ananı da xatırlamaq lazımdır. Bu halda insan ömrünün sonuna qədər təhlükəsizlikdə olar. Əgər insan arzu və ehtiraslardan azad olarsa, ömrünün sonuna qədər yorulmaz. Ehtiraslarına sahib çıxmasa, işləri başından aşsa, heç nə onu təhlükələrdən qoruya bilməz.
Ən xırdaları görə bilmək itigözlülük adlanır. Zəifliyi qorumaq qüdrət əlamətidir. Daunun parıltısını izləmək, onun mənasını dərk etmək, insanları bədbəxtlikdən uzaqlaşdırmaq, bütün bunların hamısı daimiliyə əməl etmək deməkdir. 53. Əgər biliyə sahib olsaydım, bütün yolla addımlayardım. Qorxduğum yeganə şey dar cığırlardır. Böyük yol dümdüzdür. Amma cəmaat cığırları daha çox sevir. Əgər saray dəbdəbəlidirsə, deməli səhnələrdə tikan bitir. Çörək anbarı isə tamamilə boşdur. Əyan gözəl parçalardan paltarlar geyir. İti qılıncı var. Adi yeməklə kifayətlənmir və var dövlət yığır. Bütün bunlar qarət və lovğalıq adlanır və daha onu pozur. 54. Möhkəm dayana bilən adamı yıxmaq çətindir. Dayağı olan birini itələmək qeyri-mümkündür. Oğulları və nəvələri onun xatirəsini həmişə əziz tutacaqlar. Kim ki öz daxilində Daunu təkmilləşdirsə, onun yaxşılıqları həqiqi olar. Kim Daunu ailəsində təkmilləşdirsə, onun yaxşılıqları bol olar. Kim Daunu kənd içində təkmilləşdirərsə, onun yaxşılıqları geniş olar. Daunu ölkəsində tətbiq edən kəsin yaxşılıqları zəngin olar. Daunu bütün dünyada tətbiq edən kəsin yaxşılığı ümumbəşəri olar. Digərlərini özünə əsasən dərk etmək olar. Bir ailə əsasında digərlərini öyrənmək olar. Bir kənd əsasında digərlərini anlamaq olar. Bir ölkə əsasında digərlərini dərk etmək olar. Bir ölkə əsasında bütün səma altını dərk etmək olar. Səma altının necə olduğunu necə öyrənə bilərəm? Bu yolla. 55. Deyə sahib olan adam yeni doğulan körpəyə bənzəyir. Zəhərli böcəklər və ilanlar onu sancmayacaq. Vəhşi heyvanlar onu parçalamayacaq. Vəhşi quşlar onu didməyəcəklər. Onun sümükləri yumşaqdır, əzələləri zəifdir. Lakin Daodan möhkəm yapışıb. İki cinsin ittifaqından xəbərdar olmasa da, həyat bəxş etmək qabiliyyətindədir. O, çox həssasdır. Bütün gün boyu qışqırır, ancaq səsi dəyişmir. O, harmonikdir. Harmoniyada olmaq əbədi olmaq deməkdir. Əbədi olmaq müdriklik adlanır. Həyatın zənginləşməsi xoşbəxtlik adlanır. Hissləri idarə etmək arzusu inatkarlıq adlanır. Güclü canlı qocalırsa, bu Daunun pozulması deməkdir. Daoya ricayət etməyən kəs vaxtından əvvəl ölür. 56. Bilən adam danışmır. Danışan adam bilmir. Öz istəklərini bir kənara atan, ehtiraslardan azad olan adam özünü xaotiklikdən azad edir. Parıltısını azaldır, özünü toz qədər kiçik görür. Bununla belə o ən dərin adamdır. Onunla qohum olmaq üçün yaxınlaşmaq olmaz. Ona etinasız yanaşmaq, istifadə etmək, ucaltmaq və alçaltmaq üçün yaxınlaşmaq olmaz. Ona görə də yerdə ona böyük ehtiram bəsləyirlər. 57. Ölkəni ədalət, müharibəni hiylə idarə edir. Səma altını ələ keçirməyin yeganə yolu fəaliyyətsizlikdir. Bütün bunları haradan bilirəm? Cavab verirəm. Ölkədə qadağalar çox olarsa, əhali kasıb olar. Xalqın əlində iti silahlar çox olarsa, ölkədə hərc-mərclik olar. Mahir ustalar çox olanda nadir əşyaların sayı artır. Qanun və əmirlər çoxalanda oğru və cinayətkarların sayı artır. Ona görə də müdrik adam deyir. Əgər hərəkət etmirəmsə, xalq özü-özünü dəyişir. Əgər sakitəmsə, xalq özü-özünü düzəldəcək. Passivəmsə, deməli xalq varlanacaq. Arzularım olmasa, xalq da sadə həyat tərzi sürər. 58. Hakimiyyət sakit olanda xalq daha sadə olur. İşgüzar hakimiyyət xalqın bədbəxt olmasına səbəb olur. Ah, bədbəxtlik! O axı xoşbəxtliyin dayağıdır. Ah, xoşbəxtlik! Bədbəxtlik onda gizlidir. Onlar arasında sərhəddi kim bilir? Onlar daimi deyirlər. Ədalət yenidən hiləyə, xeyir isə şərə çevrilir. İnsan uzun illərdir ki, səhv yoldadır. Ona görə də müdrik insan ədalətlidir və heç kimin əlindən heç nə almır. O qərəzsizdir, digərlərinə zərər vermir. Düz danışır və insanlara pislik etmir. İşıq mənbəyi olsa da işıq saçmaq istəmir. 59.
İnsanları idarə edərkən və səmaya xidmət edərkən nəfsini saxlamalısan. Bu pəhriz ən böyük qayğına çevrilməlidir. Bu, D-nin təkmilləşdirilməsi adlanır. Təkmilləşdirilmiş D hər şeyə qalib gəlir. Hər şeyə qalib gələn nəsnə qüdrətlidir. Bu qüdrət ona bütün ölkəni ələ almaqda kömək edir. Ölkənin idarə olunma vasitəsi olan başlanğıc uzunömürlüdür. Onun adı dərin və sarsılmaz, əbədi Daodur. 60. Böyük dövləti idarə etmək xırda balıqlardan yemək bişirməyə bənzəyir. Əgər səma altı Daoya əsasən idarə olunursa, pis ruhlar hərəkətə keçməyəcək. Həmin ruhlar insanlara zərər verə bilməyəcəklər. Onlar insanlara zərər verə bilməyəcəkləri üçün deyləri bir-biri ilə birləşəcək. 61. Böyük səltənət çayın axarına, səma altının düyününə, səma altının dişisinə bənzəyir. Dişi təmkini ilə erkəyi özünə tabe edir. Halbuki erkək dişidən daha təmkinlidir. Səltənət də məhz bu cür, yəni özünü digərlərindən aşağı tutmaqla tabe edir. Kiçik səltənət isə böyükdən daha aşağı olduğu üçün rəğbət qazanır. Ona görə də digərlərinin rəğbətini qazanmaq üçün ya özünü onlardan aşağı tutmalısan, ya da onlar səndən üstün olmalıdırlar. Qoy böyük səltənət bütün sakinlərinin qarnının tox olmasından başqa heç nə düşünməsin. Kiçik səltənət isə insanlara xidmət etməkdən başqa heç nə istəməməlidir. Bu halda hər ikisi istədiyini əldə edər. Böyük olan aşağıda olmalıdır. 62. Dao bütün nəsnələrin ən dərin əsasıdır. O, xeyirxahların xəzinəsi, bədxah insanların müdafiəsidir. İctimai yerlərdə gözəl ifadələr işlətmək olar. Xoş xasiyyət insanlar arasında yayıla bilər. Bəs bədxah insanları niyə tərk etmək lazımdır? Bəs niyə hökümdar və 3 məsləhətçi seçilir? Hökümdar və məsləhətçilər daşqaşa sahib olsalar və arabalarda gəzsələr də Daoya riayət etmək onların daha sakit olmalarına kömək olar. Niyə qədim zamanlarda Daonu yüksək qiymətləndirirdilər? O dövrlərdə insanlar hələ var dövlət yığmağa səy göstərmirdilər. Cinayətlər isə bağışlanırdı. Ona görə də yerdə Daonu yüksək qiymətləndirirdilər. 63. Fəaliyyətsiz olmaq lazımdır. Sakit qalmaq və dadsızı dadmaq lazımdır. Ali olan xırdalardan ibarətdir. Çoxu isə azdan. Nifrətə yaxşılıqla cavab vermək lazımdır. Çətinin dəf edilməsi asandan başlayır. Böyüyə çatmaq üçün əvvəlcə kiçiyə çatmaq lazımdır. Çünki çətin asandan, böyük isə kiçikdən ibarətdir. Ona görə də müdrik adam böyükdən başlamır. Bununla da böyük iş görmüş olur. Çox vəd edən kəs etibara layiq deyil. Asan işlərin çox olduğu yerdə çətin işlər də çox olur. Bu səbəbdən müdrik adam hər işə çətin iş kimi baxır və nəticədə çətinlik çəkmir. 64. Sakit olanı saxlamaq asandır. Hələ əlamətlərini bildirməyəni yönləndirmək asandır. Zəif olanı bölmək asandır. Xırda olanı səpələmək asandır. Hələ məlum olmayan bir işlə məşğul ol. Hərc-mərcliyin hələ başlamadığı yeri nizama sal. Zira böyük ağac kiçik ağacdan yaranır. 9 mərtəbəli bina bir ovuc torpaqdan tikilir. Uzun səyahət bir addımla başlayır. Hərəkətə keçən kəs uğursuzluqla qarşılaşar. Nəyəsə sahib olan adam onu itirəcək. Ona görə də müdrik adamın həvəsi yoxdur. Çətin əldə olunan nəsnələri sevmir. Biliyi olmayan adamlardan dərs alır. Və ondan öncə yaşayan insanların getdikləri yolda irəliləyir. O, nəsnələrin təbiiliyinə əməl edir və onlardan ehtiyatla istifadə edir. 65. Qədim zamanlarda Daoya riayət edənlər xalqı maarifləndirmirdilər. Onların avam olmasına yol açırdılar. Çox bilən xalqı idarə etmək çətindir. Bilik vasitəsilə xalqı idarə etmək ölkəyə daha çox bədbəxtlik gətirir. Bunu bilən kəs digərləri üçün nümunəyə çevrilir. Bu nümunəni bilməyin özü dərin D adlanır. Dərin D uzaqdır. O, bütün canlıların tam əksidir. Lakin onları özü ilə uzlaşmaya vadar edir. 66. Çay və dənizlərin dərələrə ağalıq edə bilməsinin səbəbi onların aşağı axa bilmək xüsusiyyətləridir. Müdrik adam xalq arasında ucalmaq istəyəndə özünü digərlərindən daha aşağı pilləyə qoyur.
İnsanlardan öndə olmaq istəyəndə hamıdan arxada gəlir. Belə olduqda o xalqdan üstün olsa da onları narahat etmir. Onlardan qabaqda olsa da xalq ona zərər vermir. İnsanlar onu həvəslə irəli çəkir və ondan üz döndərmirlər. O mübarizə aparmır. Buna görə də dünyada heç kim onu məğlub edə bilməz. 67. Hamı mənim davamın nəhəng olduğunu və heç vaxt azalmadığını deyir. Əgər azalsaydı, uzun müddət sonra kiçik olardı. Deməli, nəhəng olduğu üçün azalmır. Üstündə əsliyim 3 xəzinəm var. Birincisi, insan sevgisi, ikincisi, qənaət. Üçüncüsü isə mənim digərlərindən daha öndə olmağa cürət etməməyimdir. Mən insanları sevirəm, ona görə cəsur ola bilərəm. Mən qənaətçiləm, ona görə əli açıq ola bilərəm. İnsanlardan öndə olmağa cürət etmirəm. Ona görə ağıllı rəhbər ola bilərəm. İnsanları sevməyən biri cəsur, qənaət edə bilmədən əli açıq olarsa, irəlidə gedən vaxt ondan arxada olanları itələyərsə, həmin adam məhv olar. İnsanları sevərək müharibə aparan şəxs qalib gələr. Onun müdafiəsi sarsılmaz. Səma onu xilas edəcək, insan sevgisi onu qoruyacaq. 68. Ağıllı ordu başçısı döyüşkən deyil. Ağıllı sərkərdə qəzəblənmir. Düşmənə qalib gəlməyi bacaran kəs hücum etmir. İnsanları idarə etməyi bacaran kəs özünü pis vəziyyətə salmır. Mən bunu mübarizədən qaçan deyə adlandırıram. Bu, insanları idarə etmək üçün böyük qüvvədir. Bu, təbiətə və qədim başlanğıc olan Daoya riayət etmək deməkdir. 69. Hərbi sənətdə deyilir. Mən birinci başlamaq istəmirəm, gözləməliyəm. Bir addım belə qabağa gedə bilmərəm, amma bir arşın arxaya gedə bilərəm. Bu sükut vasitəsilə hərəkət etmək deməkdir. Bunu xüsusi cəhd göstərmədən vurulan zərbəyə bənzədirlər. Belə halda düşmən olmayacaq və mən əskərlərsiz də məsələni həll edə bilərəm. Düşməni düzgün qiymətləndirməmək ən böyük səhvdir. Belə yanaşma mənim müqəddəs vasitəm olan Daoya zərər verir. Nəticədə kədərli tərəf qələbə qazanır. 70. Mənim sözlərimi anlamaq və həyata keçirmək asan məsələdir. Ancaq insanlar onu anlaya və həyata keçirə bilmirlər. Sözlər başlanğıcdır, əməllər əsas. İnsanlar bunu bilmədikləri üçün məni də tanımırlar. Məni az tanıyanda daha qiymətliyəm. Ona görə də müdrik adam cod parçadan paltar giyən, özündə isə qiymətli daş saxlayan birinə bənzəyir. 71. Bilikli olsa da özünü avam kimi aparan kəs digərlərindən üstündür. Biliyi olmayan, lakin özünü bilikli biri kimi aparan kəs xəstədir. Xəstə olan kəs özünü xəstə hesab edirsə, deməli xəstə deyil. Müdrik adam xəstə deyil. Xəstə olsa da özünü xəstə hesab etmədiyi üçün xəstə deyil. 72. Xalq qüdrətli şəxslərdən qorxmayanda qüdrət gəlir. Onu əzməyin, yaşayış tərzini təhqir etməyin. Xalqa həqarət etməyən şəxs özü də həqarət görməz. Ona görə də müdrik adam özünü tanıyır və bacarıqlarını nümayiş etdirmir. Özünü sevir, ancaq ucaltmır. 73. Cəsur və mübariz adam ölür. Cəsur və mübariz olmayan adam yaşayır. Bu iki anlayışın mənası belədir. Birincisi faydalı, ikincisi isə ziyanlıdır. Səmanın mübariz insanlara nifrət etməsinin səbəbini kim bilir? Bunu izah etmək müdrik adam üçün belə çətindir. Səmavi Dao mübarizə aparmır, lakin qalib gəlməyi bacarır. Danışmır, ancaq cavab verə bilir. O özü gəlir, təmkinlidir və hər şey idarə edə bilir. Təbiətin toru hər şeyi əhatə edir. 74. Əgər xalq ölümdən qorxursa, niyə onu ölümlə hədə qorxu gəlirsiz? İnsanları ölümdən qorxmağa vadar etməyin əyləncəli bir iş olduğunu düşünən adamları tapsam, məhv edəcəm. Kim belə davranmağa cürət edir? Ölüm daşıyıcıları hər zaman mövcuddur. Onların işi öldürməkdir. Onu əvəz etmək böyük ustadı əvəz etmək deməkdir. Böyük ustadı əvəz etməyə çalışan kəs özünü dülgərə bənzədir. Belə halda ehtiyatlı olun. Çünki belələri ancaq özlərini yaralaya bilərlər. 75. Xalqın acılığına səbəb hakimlərin vergilərinin çox olmasıdır. Ona görə xalq səfalət içində yaşayır.
Hakim təbəqələr hədsiz hərəkətdə olduqları üçün xalqı çətinliklə idarə edirlər. Xalq həyata bağlı olduğu üçün ölümə nifrət edir. Ölüm bu səbəbdən bu cür nifrət qazanır. Həyatına biganə yanaşan kəs həyatının qiymətini hamıdan çox bilir. 76. İnsan yeni doğulanda zərif və gücsüzdür. Ölüm anında isə möhkəm və güclüdür. Bütün canlılar dünyaya yeni gəldikləri zaman zərif və gücsüzdürlər. Öləndə isə quru və çürükdürlər. Möhkəm və güclü ölən kəsdir. Zəif və zərif isə yaşamağa başlayan kəsdir. Ona görə də güclü ordu qalib gələ bilmir. Möhkəm ağac məhv olur. Zərif və gücsüzə xas olan üstünlüklər güclü və qüdrətlidə yoxdur. 77. Səmavi dağ dartılmış yaya bənzəyir. Onun yuxarı hissəsi əyləndə aşağı hissəsi qalxır. Artıq olan hissəni möhtac olan hissəyə verir. Səmavi dağ varlılardan alır. Aldıqlarını onların həqiqi sahibləri olan kasıblara qaytarır. İnsan dağısı isə əksinədir. O kasıblardan alır. Aldıqlarını varlılara verir. Artıq olanı möhtac olanlara kim verə bilər? Yalnız dağıya riayət edənlər. Ona görə də müdrik hazır olandan istifadə etmir. Yaxşılıq edəndə başqalarına bu barədə danışmır. O kübardır, çünki onun heç bir istəyi yoxdur. 78. Su dünyadakı ən yumşaq və ən zəif varlıqdır. Lakin onun bərk halı məğlub edilməzdir. Bütün dünyada ona tay ola biləcək ikinci bir şey yoxdur. Zəiflər güclüləri məğlub edir. Yumşaq bərkə qalib gəlir. Bunu hamı bilir. Ancaq insanlar bunu həyata keçirə bilmirlər. Ona görə də müdrik adam deyir. Ölkəyə olunan təhqiri öz üzərinə götürən şəxs rəhbərə çevrilir. Ölkənin bədbəxtliyini öz üzərinə götürən şəxs isə onun hökümdarına çevrilir. Həqiqəti əks etdirən sözlər öz əksinə oxşayır. 79. Böyük həyəcanı sakitləşdirdikdən sonra onun izləri qalır. Bunu necə yaxşılıq adlandırmaq olar? Ona görə də müdrik adam and içir ki, bir daha heç kimi danlamayacaq. Xeyirxah insanlar razılığa, bədxah insanlar isə zorakılığa can atırlar. Səmavi dağ hər şeyə eyni cür yanaşır. O, həmişə yaxşı insanların tərəfindədir. 80. Qoy dövlət kiçik, əhalisi az olsun. Əgər ölkədə müxtəlif silahlar varsa, onlardan istifadə etməyin. Qoy insanlar ölənədək olduqları yerdən uzaqlaşmasınlar. Əgər ölkədə qayıq və arabalar varsa, onlardan istifadə etməyin. Sərkərdələr olsa belə, onları nümayiş etdirməyin. Qoy xalq yenə düyünlərdən yazı əvəz istifadə etsin. Qoy onun yeməyi dadlı, geyimi səliqəli, yaşayış yeri rahat, həyatı firavan olsun. Qoy qonşu dövlətlər bir-birlərinə baxsınlar, bir-birlərinin ölkəsindəki xoruzların banlamasını və itlərin hürüşməsini dinləsinlər. İnsanlar isə qocalana və ölənədək bir-birlərini ziyarət etsinlər. 81. Həqiqəti əks etdirən sözlər gözəl deyillər. Gözəl ifadələrə inanmırlar. Xeyirxah adam ifadəli danışa bilmir. İfadəli danışan insan xeyirxah deyil. Bilən adam sübut etmir. Sübut edən adam heç nə bilmir. Müdrik adam heç nə yığmır. O, hər işi insanlar üçün görür. Hər şeyini insanlara bağışlayır. Səmavi dağ bütün canlılara fayda verir və heç kimə zərər vermir. Müdrik adamın dağısı mübariz dağıdır.